Mən sizə bir şey demək istəyirəm Kəmalə xanım. Baxın, özümdən danışıram, heç kəsdə işim yoxdur. Mənim anam bizi çox sevir. Amma anamla aramızda bir soyuq sərhəd var. Mən başa düşə bilmirəm ki, o sərhəd nədir. Biz də onu çox sevirik. Xəstələnəndə gedirik. Yəni, nə lazımdırsa eləyirik, eləməyimizə icazə vermir. Misal üçün, xəstələnib, onu həkimə aparmaq istəyən, həkimə aparmağımıza icazə vermir. Həkimə aparmışıqsa, dərman almağımıza icazə vermir. Sizə əziyyət verir. Dərman almışıqsa, ona iynəni vurdura bilmirik, içizdirə bilmirik. Dərmanı içmək üçün yemək lazımdırsa, o adam yeməyini yemir. Necəsə bizə bir sərhəd qoyur, biz o sərhəddi keçə bilmirik. Özümü məcbur edirəm ki, anama zəng eləyim, danışım. Amma danışanda başa düşmürəm ki, aqressiya ilə danışıram. Bu münasibət mənim qızımla təsir eləyir. Mən qızımla çalışıram, sərhəd qoyum. Başa düşə bilmirəm ki, mən qızımla niyə sərhəd qoymaq istəyirəm ki? Deməli, burada nədir vəziyyət? Mama bir çox analar kimi diqqətə ehtiyacı var. Sevgiyə ehtiyacı var. Və siz zəng eləyəndə ki, mama aparım səni həkimə, o yox deyəndə sən axı fikir eləyirsən. Ondan zövq alır. Nigaran qalıram da. O bilir ki, kimsə onun fikrini çəkir. Düşünür. Kimsə onu sevir. Buraxa bilmir. O vəziyyəti buraxa bilmir. Çünki daxili vəziyyət boşdur. Atadan ala bilməyib o sevgini. Almayıb. Tək sizdə deyil. Yəni bu mənim valideynimə də ola bilsin ki, aiddir. Deməli, söz deyirsən, deyirəm, mənim də öz anama. Deyirəm, mama, gəl gedək psixoloqa və yaxud da mən bu işin içindəyəm də, gəl. Yox, istəmirəm. Niyə istəmirsən? Çünki mən ona israr eləyirəm axı. Mama, gəl də. Niyə gəlmirsən? Ay mama, gəl də, gəl yaxşı olacaqsan. Deyir, yox, qızım, istəmirəm. Mən nə edirəm? Mən onun fikrini çəkirəm. Mama, necəsən? Mama, yaxşısan? O ondan, onun içində qalan o boşluğu doldurur. Ana öz boşluğunu övladı ilə doldurur da, düzdürmü? Biz övladımıza qarşı sərt olanda da o boşluğu doldururuq. Sevgi göstərəndə də boşluğu. Sadəcə müdrik qadınlar o sevgini göstərməyi bacarırlar. Aşırı sevgini göstərən qadınlar da var. Bu nədir? Aşırı hiperopeka deyirəm mən ona. Çox bağlı olurlar. Yemə mən yedizdirərəm. Çinmə mən səni çimizdirərəm. Dərsimi mən eləyərəm, sən narahat olma. Uşağın yerinə rəsm çəkirlər, dərslərin eli. Baxırsan ki, ananın xəttidir də. Bu nədir? Şuuraltı olaraq ana bu övladı özündən asılı vəziyyətə salır. Sabah uşaq desin ki, mən mama, gəl məni yedizdirə, mən yeyə bilmədim. Bildiniz necə? Gəl mənə kömək elə, mən eləyə bilmədim. Göbək bağını kəsmir də bir növ. Və sabah ailə qurur. Yenə də qarışır ana. Şuuraltı olaraq uşağı özündən asılı salır, asılı vəziyyətə ki, uşaq onsuz heç nə eləyə bilməsin. Sabah ailə həyatı da quranda, mən dediyim insandan ailə quracaqsan, sən belə eləməlisən, bu qədər uşaq dünyaya gətirməsən. Gətirmədikdə, sən onun dediklərini eləməyəndə, mama nə edir? Küsür. Halal eləmərəm sənə deyir. Halal eləmərəm. Südümü sənə halal eləmərəm. Və bir çox analar uşaqlıqdan başlayır o küsmə funksiyanı aktiv eləməyə. Mənim yadımdadır, mənim anam mənə danışdırmayanda, mən elə bilirdim ki, mən ölmüşəm. Çünki bir övladı ana danışdırmırsa, şuuraltı olaraq uşaq düşünür ki, mən ölürəm, uçuruma gedirəm, dağın dibində, ətəyindəyəm və hal-hazırda düşəcəm. Aşırı. Və bu o qədər güclü bir emosiyadır ki, amma bunun fərqində deyilsən axı, mən indi hal-hazırda şuuraltı olaraq bunu hiss eləyirəm, bunu düşünmürsən, sən panikaya düşürsən. Bədən başlayır həyəcan təbliği çalmaya və qanı başlayır sənin əllərinə və ayaqlarına verməyə ki, sən qaç burdan. Yəni bunu da başa düşmür və sonraki həyatında nə edir? Qarşına onun narsist kimi bir tipaj çıxır ortaya. Və qadın başlayır özünə deməyə ki, mənim bəxtim olsaydı, bu niyə mənim çıxıb qabağıma və s. Deyir ki, evdən qaçdım ki, gəlim burada. Yağışdan çıxdım, yağmura düşdüm. O da gəlir, düşür, görür ki, yox. Yəni mən indiyə kimi elə bir adam görməmişəm ki, desim ki, ay Allah, atam evindən çıxdım, şükürlər olsun, canım qurtardı və getsin xoşbəxt olsun. Çünki burada qəbul yoxdur axı. Qəbul eləmirsən. Sən elə bil ki, Allaha deyirsən ki, ay Allah, mən sənin mənə verdiyin, yəni layiq bildiyin qismət kimi mənə təqdim elədin valideynləri qəbul eləmirəm. O da deyir ki, qəbul eləmirsən, gəl sənə betərin göstərim.
Betərin də betəri var. Biz bəzən deyirik betərin betəri yoxdur, amma var. Ona görə bir çox qadınlarımız abuz və narsist münasibətlərində yaşamağa davam eləyirlər.